Salam dostlar, salam hər kəsə. Gözəl günəşli bir yaz sabahından hamını salamlayıram. Bizim ölkəmiz üçün bu günəş necə deyirlər, qışda da olsa gəlib arada dəyib getsə də bu Polşa kimi ölkələrdə nadir tapıldığına görə və nadir tapılan şeyin dəyərli olduğuna görə bu gün çox sevinirəm. Amma sizlə çox maraqlı bir mövzumuzu danışmaq istəyirəm. Daha doğrusu çox vacib bir mövzumuzu danışmaq istəyirəm. Bu günəş, bu gözəllik, bu yaşıllıq necə deyirlər bizi aldatmasın. Bunun bir fəsadları da var. Bilmirəm, bu çox maraqlı bir şeydir. İnsanın bəlkə də doğulduğu torpaq, doğulduğu yer necə deyirlər, öz orqanizmasına uyğundurmu? Mənə maraqlıdır. Polyaklarda da bənzəri problemlər var mıdır, yox mudur? Amma bugünkü mövzumuz allergiya ilə bağlıdır. Məndə son 3 il, 4 ildir getdikcə şiddətlənən bir allergiya əmələ gəlib. Yaz allergiyası. Necə deyirlər, bu günəşə, yaşıllığa qarşı allergiyam var. Bakıda böyüdüyümə görədir, bəlkə bilmirəm. Yəni yetəri qədər yaşıllıq görməyib bədənin axtardığı başqa şeydir, tapdığı başqa şeydir. Səbəbi nə olursa olsun, burada olan ağaclara, bir çox ağaca, ona yaxın ağacı idi falan, yoxsa 8 idi, yadımdadır, bir neçə il əvvəl mən test vermişəm. Mənim allergiyam var. Bundan qabaq, hardasa bir neçə il əvvəl bir video paylaşmışdım. Orada kimlərsə əgər buralara köçəcəksə, gələnlərdən ehtiyatlı olmalı olduğunu, yaşıllıqda gəzərkən diqqətli olmalı olduğunu, gələnlərin necə təhlükəli bir şey olduğunu paylaşmışdım. Elə bir videomuz var idi. Əgər kimsə baxmayıbsa, mən düşünürəm ki, baxmaqda fayda var. Çünki bilmək lazımdır. Mən o vaxt bilsəydim ki, belə bir təhlükəli bir şey var, mən hündür ot olan yerə, zada, hətta balaca otlardan da adamın ayağına yapışıb, yavaş-yavaş çıxıb, sonra adamı dişləyib xəstəlik varsa əgər keçirdə bilir. Mən bariloza olmuşdum. Polyakça barilozadır. İngiliscə Lyme'dır. Amma ki Azərbaycancasını bilmirəm. Yəni gənələrin dişləməsindən keçən bir xəstəlik var. Azərbaycancasını bilmirəm, dəqiq adı nədir. Amma önəmli deyil. Belə bir gənələrin dişləməsindən çox təhlükəli, dəhşətli təhlükəli bir xəstəlikdir. Faizinə görə, dərəcəsinə görə təbii ki müəyyənləşir. Nə qədər ağır tutmusan, nə qədər faizi yuxarıdır. Məndə çox yuxarı idi, dəhşət yuxarı idi. Bir dəfə dişlədi və ən təhlükəlisi dişlədi. Yəni şanssızlıqmı deyim, bilmirəm. Hər bir səbəbi nə olursa olsun, çox təhlükəli bir xəstəliyə düşmüşdüm. Ona müalicə aldım. Təbii ki, o bütün qandan tam olaraq təmizlənməsə də yaşamı davam elətdirmək üçün yetəri qədər təmizlənib getdi. Amma bu nə qədər ehtiyatlı olursa olaq, bizim əgər orqanizmamız, necə deyim, bu indi gəldiyimiz, yaşadığımız, köçdüyümüz yerdəki torpağa, təbiətə uyğun deyilsə, mənim indi tapdığım kimi, 3 il əvvəl daha doğrusu tapdığım kimi bir allergiya tapa bilərik. Azərbaycanda heç vaxt olmayıb mənim belə bir problemim. Burada Polşada demək yanvar ayının sonundan ağaclar tozlanmağa başlayandan yavaş-yavaş bu xəstəlik məndə başlayır özünü göstərməyə. Dərman atmasam, hər gün dərman atıram. Hər gün dərman atmasam şiddətli forma alır. Demək, bu xəstəlik qısa olaraq sizə danışmaq istəyirəm ki, nə formadadır. Əgər kimdəsə bənzəri simptomlar varsa, gedib xəstəxanada yoxlatdırmaq olur. Qola belə balaca, bilmirəm, şeylər yapışdırırlar. Hardasa bir 12-də nədir, 15-də nədir, bilmirəm, 16-da nədir. Cürbəcür hansı ağaçlara, nələrə allergiyan var, onları oradan təyin eləyirlər. Orada da məndə çox yüksək çıxmışdı. Yəni indi yadımda deyil, amma yoxladıqları şeyin 80% məndə çıxmışdı. Yəni ona görə də ağır keçirdirəm açığı. Dəhşət ağır keçirdirəm. Dərman atsam belə maya doğru, artıq mayın sonlarına doğru bu bitir və sonra əvəzində məndə yorğunluğu qalır, halsızlığı qalır, belə də əzginlik qalır. Vitamin zad atıram eləyirəm. Amma hər bir halda çox çətin olur. Yəni əgər kimsə bənzəri simptomlar varsa, məncə bunu gedib yoxlatdırmaq lazımdır. Çünki heç olmasa vitamin atmaq, ondan sonra daha ağır olmasın deyə dərmanlar atmaq. Mən məsələn başda bilmirdim. Elə bilirdim qripdir. Belə olurdu ki, yəni yanvarın sonları doğru başlayırdı məndə
gözüm qaşınırdı, nə bilim, yavaş-yavaş burnum axırdı, asqırırdım çoxlu. Ondan sonra ən çox bu göz qaşınma öldürürdü məni. Sonra burnum axırdı durmadan. Sonra yavaş-yavaş artıq halsızlığı gəlirdi, yorğunluğu gəlirdi, səhərlər duranmırdım, gecələr yatanmırdım falan. Düzdür, dərman belə qurtarmır, amma ki, belə deyək də, 70-80% daha yüngül formada keçirdirik. Uşaqlar olmasa bəlkə də başqa ölkəni yoxlayardım, çünki bu yaxında məsələn Dubaya işdən göndərmişdilər. 1 qram problem olmadı da. Yəni bizim orqanizmamız məncə daşa divara öyrəşib, yəni yaşıllığı götürə bilmirik biz. Amma ki, qısa deyək ki, bu tək məndə deyil, yəni tək məndə olsaydı düşünərdim belə. Yəni bir dostum var, o da burada Polşada yaşayırdı, sonra köçdü Almaniya, amma fərqi yoxdur. Birinci onda başlamışdı, sonra məndə oldu. Məndə də sonra yavaş-yavaş başladı. O Polşada 1 il qaldı, sonra köçdü Almaniya, amma yəni orada da davam eləyir, eyni şeydir. Yəni bənzəri klimat olduğuna görə, bənzəri ağaclar olduğuna görə eyni problem orada da davam eləyir. Bizimki şeydir, nətər deyim, Azərbaycan, nə bilim, o Asiya tərəflər. Yəni yaşıllığı deyirəm də, amma sadəcə məsələ odur ki, burada bitən ağaclara allergiya var. Yəni məsələ yaşıllıq deyil. Mən özüm əslən Göyçaydanam, yəni mən yazda Göyçaya getmişəm də, yəni asqırmamışam, eləməmişəm. Sadəcə daha çox burada olan ağaclara allergiya olduğuna görə burada şiddətli formada özünü göstərir. Qısacası göz qaşınması, nə bilim, asqırma, burun axma, yorğunluq, halsızlıq, yata bilməmək, səhər yorğun durmaq, yəni çox yorucu bir xəstəlikdir, dəhşət. Yəni ortada bir şey yoxdur, elə bir qrip. Belə deyək də, qrip olanda bir həftə canımız çıxır da, deyir ya, bizə bu qutarsaydı rahat yaşayardıq, rahat nəfəs salardıq. Düşünək ki, bu elə bil bitməyən, yanvarın sonundan mayın sonuna qədər bitməyən bir qripdir. Elə bir şeydir. Qrip yenə yaxşıdır ki, heç olmasa burnun tutulur. Məsələn deyək ki, qaşınma, nə bilim, yüksək halsızlıq falan olmur. Adamın canı çıxmır. Amma bu dəhşətli bir şeydir. Yəni bu allergiya əgər kimdəsə allergiya olursa, məncə daha uyğun ölkəyə keçmək lazımdır. Yəni bu dərmanla belə yaşamaq, bilmirəm. Yəni ümid edirəm ki, məsələn 3 ildir belə gedir, 4-cü ildir bilmirəm falan. Düşünürəm ki, məsələn 2 ilə, 3 ilə bəlkə də sakitləşər. Amma belə sakitləşməsə də mən qarşıda qalan həyatımın 15 ilin, 20 ilin, bilməm nə qədərəsini ömür boyu 6 ay dərman içə-içə yaşayanmıram axı. Bir variant da odur ki, məsələn, deyək ki, yanvarda gəlib Azərbaycana, bir də mayda qayıtmaq Polşaya. Amma bu yaşıllığı da görürsünüz da, sizə belə burada videoda görürsünüz özünüz, necə gözəldir. Adam istəyir ki, belə rahat yaşasın da, qardaş. Olar ki, rahat yaşayaq, yəni. Bu nə bəladırsa bilmirəm. Amma xahiş edirəm, kimsə əgər gəlməyibsə, nə vaxtsa köçəcəksə buralara, bunu da ağlında bulundursun. Yəni o vaxtı köhnə videoların birində danışmışdım bu Polşanın plusundan, minusundan. Səhv eləmirəmsə orada bu allergiya ilə bağlı heç bir məlumat yox idi. Çünki mənə allergiyam yox idi o zamanlar. Amma indi var və mənim üçün bu böyük minusdur. Yəni az vaxt deyil, yəni yanvardan maya kimi ilin yarısıdır, yəni demək olar. Yəni ilin yarısını dərman ataraq gündə gedib, yəni harasa çıxıb gəlirsən, gələ girəsən, çiməsən, məsələn o gözə, kipriyə, hər yerə, qaşa harasa yapışdısa o tozlar, dərmanı içsən də çox da xeyir eləmir. Yəni biraz əl toxundurursan, düşür gözə, başlayır göz qızarmağa, qaşınmağa. Yəni başlayır burundan su axmağa və dalıcan da dəhşətli yorğunluq gəlir. Bədənin suyu qurtarır. Nə qədər içirsən iç, yenə də sona qədər kömək eləmir. Ona görə əgər kimsə köçəcəksə, xahiş edirəm bu məsələni də nəzərə alsın. Dediyim kimi mən köçən kimi məndə olmadı. Yəni olsaydı bəlkə də onda başqa şeylər fikirləşərdim. Bəlkə də başqa yerə köçərdik. Amma 3 il, 4 il falan sonra başladı, yəni açığı. Tak что, necə deyərlər, kimsə əgər gələcəksə, bunu da nəzərə alsın. Belə bir hal da ola bilər və bu, mən açığını deyirəm ki, yəni dözüləcək deyil deyəndə, bilmirəm də, yəni yaşamırsan da, sadəcə yanvarın sonundan maya kimi, hər səhər duranda, məsələn, mən fikirləşirəm, görəm bugün ağır gündür, yoxsa bugün okey gündür. Məsələn, günəş çoxdursa, ağaçlar elə bil ki, canlanır falan, daha şiddətli gəlir.
yağış falan yağıbsa bir-iki gün daha yaxşı keçirdirsən. Məndə elə olur, başqalarını bilmirəm. Yəni günəş çıxır, bilmirsən sevinəsən, bilmirsən üzüləsən. Ona görə yəni bu böyük dərddir deyərdim. Qısacası belə bir məlumatı istədim, hər kəsin nəzərinə çatdırım. Kimlərinsə inşallah ki, köçmək fikri varsa, çox gözəl ölkədir, hər şey super cool. Amma ki, belə bir problemimiz də var dostlar. Bədənimiz öyrəşib, orqanizmamız öyrəşib, nədir? Yəni dərdimiz nədir bilmirəm. Yəni orqanizma niyə sonradan bu allergiyanı kəşf eləsin? Məsələn, ilk 4 il, 5 il niyə orqanizma okey olsun da sonradan akıl eləsin ki, okey, mən fikirləşdim, mənim allergiyam olacaq. Bilmirəm yəni. Səbəbini bilmirəm. Burada da səbəbdən çox şey daha çox önəmlidir məncə. Yəni nəticə nədir? Nəticə bu keçmir. Yəni bir neçə ildir keçmir. Mən eşitmişəm ki, güya ki zəifləyir falan. Yəni orqanizma belə bir şeydir ki, o məsələn deyək ki, bir stres versək orqanizmamıza, stresli bir mühitə düşsək, orqanizma daim o stresdə qala bilmir də. Ya səni elə məcbur eləyir ki, sən o stresli environmentdən qaçasan. Çünki əgər baş eləyə bilməyəcəksə, ya da yavaş-yavaş öyrəşir o stresə. O stresə öyrəşir, o streslə yaşamağa davam edir. Çünki orqanizma yəni insanı ayaqda tutmaq üçün belə deyək də proqramlaşdırılır. Belə bir naturamız var. İndi bu allergiya da məni öldürmür. Deyir, səni öldürməyən səni güclü eləyir. Məni güclü eləyirmi acaba? Yəni əmin deyirəm. Yəni allergiya qutarandan sonra ancaq zəiflik qalır ki, heç bir gücdən söhbət gedə bilməz. Nəticəmiz budur dostlar. Bəlkə qarşıdakı bir neçə ildə keçsə, yenə də hər kəsə məlumat verərəm. Çünki maraqlıdır. Keçərmi acaba? Amma hələ ki keçmir. Birinci il olanda biraz yüngül oldu. İkinci il biraz ağır oldu. Bundan qabaqçı il lap dəhşətli oldu. Çünki onda dərmanda içmirdim. Mən dərman içməyi sevmirəm. İstəyirəm ki, orqanizma özü, necə deyirlər, çabalasın, bir yol tapsın. Dedim, bəlkə çabalayar, yol tapar. Nə yol tapar? O keçən illərin mən dəhşətli bir neçə ay keçirtdim elə. Bu il ona görə hər səhər yuxudan dururam. Özdə o dərmanım ac qarnınadır. Ac qarnına onu atıram. Və ümid edirəm ki, çox ciddi bir problem olmayacaq. Belə, bu ili də belə yola verirəm dostlar. Baxıb görək qarşıdakı bir-iki ildə nətər olacaq. İnşallah ki, heç kəsdə olmasın belə bir xəstəlik. Xəstəlik deyərdim də. Yəni İnşallah ki, heç kimdə olmasın, çünki çox ağırdır. Bu gözəlliyi doya-doya yaşaya bilmir insan. Belə, kimisə sualı olsa yaza bilərsiniz. Cavablaya bilərəm. Əgər kimdəsə belə allergiya varsa, qısa olaraq dərmanın adını deyə bilərəm. Reseptsiz verilir 10 dənəli qutusu. Adı Klatradır. Əgər yenə də kimisə sualı olsa yaza bilərsiniz. Əgər kimdəsə bənzəri simptomlar varsa, bu göz qaşınması ilk simptomlardandır məncə. Yəni göz qaşınmadır, burun axmadır, asqırmadır durmadan. Bunlar kimdəsə varsa, həkimə gedib yoxlatdırmaq lazımdır. Yoxlatdırmanın da bir mənası olmur. Sadəcə bilmək üçün də ki, bu allergiyadır. Qrip deyil, başqa şey deyil. Bir də daha kötüsü olur. Məsələn, həm allergiya var, həm də qrip tutursan. Məsələn, mən hardasa bir həftə bundan qabaq bir də uşaqlar nəsə virus gətirdilər. Mənə də düşdü. Bir tərəfdə allergiya var, bir tərəfdə də bu virus. İlahi. Bir 2 gün, 3 gün belə dəhşətli oldu. Bir gecə vəbşi səhərə qədər ümumiyyətlə demək olar yatanmadım. İşə də getmədim. Ondan sonra həkimə zəng elədim. Həkim mənə başqa dərmanlar yazdı. Elə bil o allergiyanı həm əvəz eləsin, həm də bu virusu öldürsün deyə belə bir şey yazdı. Ondan sonra yavaş-yavaş düzəldi. Yəni düşünün, həm qripsən, həm də double qripsən. Belə bir qəribə bir şeydir. Həm allergiya var, həm qripsən. Burnum o qədər belə qəribə özünü aparırdı ki, yəni sanki yəni burun yoxdur, ümumiyyətlə yoxdur. Belə bir orqan yoxdur. Ancaq ağızla nəfəs salmaq falan dəhşətli bir şeydir. Heç kəsə arzulamıram. İnşallah ki, hamı sağlam olsun, hamı üçün yaxşı olsun, hamı üçün hər şey uğurlu olsun. Təşəkkür edirəm. Sağ olun.